Biz ölkədə kompozit armaturların satışını həyata keçirdən demək olar ki, yeganə təşkilatı qurumuq. Kompozit armaturlar standart ölkədə tanınan armaturlardan, istifadə olunan armaturlardan fərqi ondadır ki, bu artıq bizim bildiyimiz metal armaturlar deyil. Daha çox pasa, korroziyaya davamlı, dözümlü məhsullardır və bunu ölkədə yeganə istehsalçısı var, Karsan firması. Hansı ki, Karsan firması ilə bizim bir əməkdaşlığımız var, partnyorluğumuz var və biz bu məhsulu uzun, çox çətin bir proseslərdən sonra artıq kifayət qədər bacarıqlı mühəndislərə izah edə bildik, mahiyyətini anlada bildik və ortaq məxrəcə gələ bildik ki, artıq standart, hər kəsin bildiyi metal armaturların dövrü bitir. Və düşünürəm ki, kifayət qədər bacarıqlı konstruktorlar, mühəndislər artıq bunun mahiyyətini anlayıb və daha səmərəli formada öz inşaatlarında istifadə edə biləcəklər və biz də bu məhsulun satışında, bu məhsulun istifadəsində bir əməyimiz olduğumuza görə çox özümüzü xoşbəxt hiss edirik və bu məhsulun bizim üçün bir xüsusi yeri, doğmalığı var. Və ən böyük üstünlüyü nədədir? Konstruksiya daha yüngül olur. Biz daha çox qənaət etmiş oluruq və normalda metal konstruksiyalarda, metal armaturlarda belə deyək, istifadə olunan zaman miqdar 1 tondursa, kompozit armaturda bu miqdar düşür təxminən 300 kiloya, 400 kiloya və biz sonda kifayət qədər daha yaxşı maliyyə qənaətində oluruq. Həmçində bizim məhsulumuz daha çox keyfiyyətli olur. Hazırda sizə biz kompozit armaturun 16 ölçüsün, 8-lik ölçüsünü göstərə bilirik. Həmçinin nəzərə alaq ki, bu elementlərin biz fərqli formada istehsal edə bilirik. Hansı ki, artıq bükmə elementlərdir. Çoxları üçün çox böyük bir sual idi ki, kompozit armatur əyilirmi? Təbii ki, əyilir. İstehsalçı öz məhsuluna maksimum qaranti verir və bizim satış komandamızda artıq bunu çox rahatlıqla, çox arxayınçılıqla təqdim edə bilir.